Hər vaxtınız xeyirli olsun dəyərli izləyicilər. Sizlərlə mənəm Rövşən Məcizadə və Bağım Əmlak Agentliyi olaraq bugün sizə Mərdəkan körpüsünün yaxınlığında çox xüsusi dizayna malik olan və buradan da birbaşa olaraq dizaynını da salamlayıram, alqış düşür. Bu bağ evini niyə görə buradan başladım çəkilişinə? Çünki bu bağ evi digər bağ evlərindən fərqlənir. Bizim villamıza məxsus 4 mətbəx var. Və həyətdə hal-hazırda yay və qış mətbəxindəyəm. Evin daxilində isə digər 3 mətbəx var. Geniş ailə üçün ideal bir seçimdir. Sizlərlə birlikdə bir tur edəcəm. Ətraflı bütün bucaqlardan sizə bu bağ evini göstərəcəm. Deməli, bu gözəl bağ evi neoklasik üslubu sevən insanlar üçün çox əla bir təklifdir. Baxın, görün necə gözəllikdir. Və çalışacağam ki, bura gündüz videolarını əlavə edim ki, sizin üçün çox rahat olsun. Deməli, evimiz 7 otaqdan ibarətdir və bayaq vurguladığım kimi evin daxilində 3 mətbəx var. 5 yataq otağıdır, əslində 6-dır, biri iş otağı kimi mən hesab edirəm. Həyətə daxil olan kimi belə bir geniş bir parking zonası var. Bu parking zonada siz avtomobillərinizi saxlaya bilərsiniz və əlavə olaraq küçəsində də 2 qonşuya aid olan bağlı parking zonası var. Bu bağ evində mənim ən çox xoşuma gələn, o necə deyərlər, çalışmağı sevən insanlar üçün, iş insanları üçün sahibkar burada gözəl bir kabinet inşa edib. Bu kabinet isə həyətin bir kənarındadır. Düzdür, indi yay və qış mətbəxlərində kabinet kimi istifadə edənlər var. Lakin burada, necə deyərlər, hər kəsdən kənarda çox belə bir gözəl, isti döşəməsi olan yay və qış mətbəxidir. Burada bizim istirahət zonamızdır. Və nəzərinizə çatdırıram ki, dövlət kommunikasiya xətlərindən qaz, işıq, su bu ərazidə daimidir. Hətta fiber optik internet də çəkilib. Baxın, indi burada hal-hazırda işığı qoşmurlar. Belə bir gözəl bir kabinetdir. Bu, niyə görə vurğulayıram sizə ki, bəzən olur bizi xaricdən izləyən soydaşlarımız olur. Hamısını salamlayıram. Ətraflı videolar istəyirlər bizdən. Belə bir kabinetimiz var. Bu yaşıl zonasıdır evin qarşısında və avtomatik suvarma ilə təchiz edilib. Bu evdə, baxın, bu evdə eyvanların birbaşa olaraq həyətə, bağçaya baxması çox gözəldir. Belə bir gözəl filtrli hovuzdur. İstəyən yoldaşlar üçün onu şüşədən də bağlamaq olar. Mən evin daxilinə keçib sizə bir ətraflı video turu edəcəm. Ola bilər videomuzun dəqiqələri uzansın, lakin istəyirəm ki, sizlərə tam ətraflı məlumat verim. Və bu bağ evi sırf olaraq Bağım Az web saytında yerləşdirilib və Bağım Əmlak Agentliyinə məxsusdur. Digər web saytlarda və necə deyərlər, səhifələrdə axtarmayın. Start qiymətimiz 785 min manatdır. Bizim real müştərilərimizə çox real bir endirim var. İndi isə daxil olan evə. Deməli, evə daxil olan kimi bizi belə bir gözəl bir dəhliz qarşılayır. Və bir daha da dizaynerına və inşa edənə alqış düşür. Çox ürək açan bir atmosfer var burada. Daxil olan kimi sağ istiqamətdə üst geyimləri üçün belə bir dolabımızdır. Və pləkanın altında isə səmərəli olaraq belə bir oturacaqdır. Burada necə deyərlər, sizin rahatçılığınız üçün. Layihə mənim çox xoşuma gəlir. Adətən belə layihələri xaricdə yaşayan bizim soydaşlarımızdır və ya ölkəmizdə yaşayan xaricilər çox bəyənir. Zal studiyadır. Bayaqki sizə vurğuladığım gizli mətbəx də məhz buradadır. İndi mən sizə tam ətraflı bucaqlardan bu gözəl villamızı təqdim edəcəm. Baxın, görün necə gözəl divar panellərindən istifadə olunub. Və burada sizə tam avadanlıqlı bir villa təqdim edirik. Sizin istəyinizə uyğun. Bu bizim, necə deyərlər, zal studiyamıza uyğun olan bir mətbəxdir. Lakin belə bir gizli qapıdan daxil olursunuz gizli mətbəxə. Bəzən olur, o zal studiyanı, necə deyərlər, istəməyən insanlar deyir, iyi çıxır. Və burada rahatçılıqla, necə deyərlər, işlərinizi görə bilərsiniz. İnşallah bu evi alan yoldaşlar xoş günlər keçirsinlər öz yaxın ətrafında olan insanlarla. Və bayaq sizə mən parking zonanı göstərirdim. Və parking zonanın qarşısında bizdə belə bir teras var. Və bu terasda da siz, necə deyərlər, vaxtınızı keçirdə bilərsiniz. Gündüz videolarını sizə göstərəcəyik. Çünki ətraflı baxasınız. Belə bir istirahət zonamızdır. Ətraflı tam olaraq sizə göstəririk.
Və indi keçirəm layihə üzrə olan otaqlarımıza. İlk öncə istəyirəm sizə birinci mərtəbədə olan çox geniş bir yataq otağını göstərim. Eynisi məhz ikinci mərtəbədə var. Bu arada da bildirmək istəyirəm ki, evin kvadrat metri 500 kvadratdır. Baxın, daxil olan kimi elə ilk öncə otağa məxsus olan hamam otağını göstərin və burada nə yaxşıdır ki, burada tam olaraq musiqi sistemi quraşdırılıb. Bütün otaqlarda musiqi sistemi var. Baxın, görün necə geniş bir yataq otağıdır. Digər təqdim etdiyimiz evlərin bəzilərində isə bu zala bərabərdir. Buradan isə gözəl bir bağça görüntüsü, hovuz görüntüsü çox gözəldir və tam mebelli, kondisionerli sizlərə təqdim olunur. Öncədən bildirmək istəyirəm ki, videomuzun dəqiqələri uzun olacaq. Ona görə üzürlü hesab edin. Fikrimiz odur ki, sizə tam ətraflı videonu təqdim edək. Baxın, bu da belə bir tam fərqli bir rənglərlə olan bir yataq otağımızdır. Burada divar içi dolabdır. Bu rəsmlər bura, necə deyərlər, ayrı cür gözəllik verir. Belə bir konsolumuz da var. Mənim ən çox burada xoşuma gələn bu evdə olan hamam otaqlardır. Çox zövqlə yığılıb. Baxın, çox zövqlüdür. Divarda gizli işıqlardır. Fərqli bir ab-ı havası var. İndi isə mən qalxıram ikinci mərtəbəyə. İkinci mərtəbədə isə bizi iş otağı, kabinet, yataq otaqları və mətbəx gözləyir. Deməli, ikinci mərtəbəyə qalxan kimi burada da bizi belə bir dəhliz qarşılayır və çox səmərəli bir layihədir ki, əslində bu ev geniş ailə üçün çox əla bir təklifdir ki, çünki ikinci mərtəbədə də layihə üzrə mətbəx, qonaq otağı və yataq otaqları var, hətta iş otağı da var. Yenə sizə geniş olan yataq otağını göstərirəm. Baxın, görün necə burada geniş yataq otağı var. İstəyirəm tam ətraflı baxasınız və tövsiyəm odur ki, gəlib siz canlı baxasınız. Çünki bu genişliyi canlı görməyiniz tövsiyə olunur. Buradan da belə bir eyvana çıxışdır və istəyirəm ki, Rüfət, zəhmət olmasa mərkəz yolu göstərəsən. Yəni bu ev mərkəz yola çox yaxındır. Baxın, avtomagistraldır, hətta sürət plakatı da görsənir və ərazi çox yüksək səviyyədə qorunan bir ərazidir. Belə bir dolabımız var geyimləri üçün və bu yataq otağına da məxsus olan hamam otağıdır. Çox gözəl rəngləri sintiz ediblər. Burada yormayan rənglərdir. Digər yataq otağını sizə göstərirəm. Bu yataq otağı da birinci mərtəbədə olan yataq otağının eynisidir. Sadəcə burada rənglər fərqlidir. Burada da mebellə təchiz edilib. Kondisioner. İkinci mərtəbə üçün nəzərdə tutulmuş ümumi hamam otağını sizə göstərmək istəyirəm. Bu hamam otağının daxilində özünə məxsus olan vanna otağı da var. Vanna otağı xüsusən istər bağ evi olsun, istəyir 4 fəsil yaşayış üçün çox gözəldir. Bəzən bizdən istəyirlər vannalı villaları. Fərqli bir görünüşü var və ümumi musiqi sistemi fərqli bir ab-ı hava yaradır. Bayaqki sizə təqdim etdiyim elə bir yataq otağı kimidir. Lakin bunu siz elə bir layihədə bu kabinetdir, iş otağıdır, özünə məxsus olan eyvanı da var və daxil oluram mətbəxə. Mətbəx, yəni belə bir kiçik, necə deyirlər, pomaqaçili mətbəx deyil də, yəni köməkçi mətbəx deyil, çox geniş bir mətbəxdir. Bayaq vurguladığım kimi, yəni iki ailə üçün bu çox ideal bir seçimdir. Burada da özünə məxsus kondisioneri var və keçirəm ikinci mərtəbədə olan belə bir geniş, əslində layihə üzrə bura zal kimi nəzərdə tutulub, amma istəyən yoldaşlar buranı böyük bir yataq otağı da edə bilər. İkinci mərtəbəmizdə çox fərqli bir ab-ı hava var, eyvanlar, bayaq vurguladığım kimi birbaşa olaraq magistralı görür və nəzərdə çatdıram ki, bu evdə yalnız alan yoldaşlara yeni sahiblərinin deyiləcək ki, gizli otaq da var sizin üçün. Və beləliklə, dəyərli izləyicilər, video turumuz sona çatır. Bir daha evin qiymətini sizə bildirmək istəyirəm ki, 785 min manat start olaraq təklif olunur.
7 otaqlı villadır, mərkəz yola çox yaxındır. Şəhərdə işi olanlar üçün isə çox əlverişlidir ki, çünki birbaşa olaraq siz çıxırsınız avtomagistrala və şəhər istiqamətinə çox rahat şəkildə gedə bilirsiniz. Müraciət eləyin, əlimizdən gələn köməkliyi sizə edək. Sizlərlə mən idim Rövşən Məcizadə. Bağımaz sizin etibarlı seçiminiz. Görüşmək ümidi ilə özünüzə yaxşı baxın.